çıxım görün başınıza nə oynasacam. Elə çıxır həqiqətən də eləyir. 1576-77-ci illərdə falan bəli. Əslində diqqət eləsəz bu Sultan Süleyman yürüş eləyəndə ordu başçılarından biri də elə bu olmuşdu. Ordunun qüvvələri və hakimiyyətə çıxdıqdan sonra ilk hansı addım atacaq? Mərkəzləşdirmə siyasəti, cəza tədbirləri, qızılbaş əyanlarını narazı salır axı. Bu da razı olmurlar ondan. O həm mərkəzləşmə siyasətləri, həm də sonra Şiə ilə Sünni bəyan edir. Kimlə oxşar cəhətdir Şah İsmayıl'la? Ləğv etməyə cəhət, təşəbbüs göstərmişdi. Bəli, Nadir Şah da istəyir. Amma bir də nəyə oxşar elə götürərsin Nadir Şahla? Hər ikisi suikast nəticəsində öldürülür, yarımçıq qalır. Elə o da təşəbbüs göstərir, bu da təşəbbüs göstərir, alınmır. Bunu baxmayın bu hissələri yadda saxlasaz 2-ci İsmayıla kifayət edəcək, əlavə şeyə ehtiyac yoxdur. Gəldik Məhəmməd Xudabəndəyə dönür. Baxın, hakimiyyət ilinə qısa. Sonra gəlir artıq 1578-dən 1587-ci ilə Məhəmməd Xudabəndə. O gələn zaman orada da qızılbaş əyanlarına narazılıq var. Niyə? Yoldaşı kim idi? Mehmet Mehdi Uluyaydı, Özbeklərə deyir. Taciklərə, farslara, bəli. Dövlət zəifləyir, Mehdi Uliya da artıq deyir divanın vəkili vəzifəsinə qədər yüksəlir. Bu vəzifəyə qədər yüksəlirsə, baxın Ali Divan. Ali Divan qanunverici orqandırmı? Bəli. Məşvərətçi orqan. Yoxdur. Demişdik ki, axıcıya qədər yoxdur. Qanunverici adını çəkməyin. İstəyir Ali Məclis, Ali Divan, nə bilim, qabaqcadan axıcıya qədər şurası götürməyəcəksiniz. Onlar hamısı məsləhət verici orqandır. Hakim vəzifələri tacikləri təyin edildiyinə görə qızılbaşlar artıq narazı olmuşlar ondan. Vəziyyət də onsuz daxilində gərgin idi. Bax, Səfəvi hökmdarı artıq dəyişdi Meşan. Buradan da Osmanlı hökmdarı Sultan 3-cü Muraddır. Və onun dövründə artıq düzdür, oradan da məsələn biz deyirdik ki, Xoyda da hakimini göndərir, narazılıqlar yaranır, sərhəddə narazılıqlar yaradır ki, başlaya bilsin mübarizəyə və bununla da başlayır Səfəvilərlə Osmanlıların müharibəsinin ikinci mərhələsi. Birinci mərhələ neçə idi? 1555. Nə ilə bitmişdi? Amasya ilə. Bu da başladı 1578-1590. Nə ilə bitdi? İstanbul. Bəli, İstanbul. Birinci İstanbuldan artıq bitdi bunu deyir. Bunun başlayanda da müharibənin gedişatında Osmanlılara dəstək olan qüvvələr var idi. Kimlər? Osmanlıya dəstək. Bəli, Krım xanına kömək alırdı. Bir də yenə də Şeybanilər də təhrik edirdi ki, oradan siz. Bəli, Van hakimi də bir tərəfdən. O ilk başlayanda o əliyəcək şey olmuşlar. İndi gedişatında olan döyüşlərdə. Mən sizə bir dənə demişdim, nəyə yadda saxlayın. Çı ilə harada döyüş görsəz, məsələn, Çirmən, Çaldıran, Çıldır, hamısında qələbə qazandı kim? Osmanlı. Bunu yadda saxlayın. İndi baxın, burada da Çıldır döyüşündə 1578-ci ildə baş verir. Kim qələbə qazanır? Səfəvilər, Osmanlılar qələbə qazanır. Sonra Sufyan döyüşü 1585-ci ildə olur. Onda da Osmanlılar qələbə qazanır. Bu Osmanlıların qələbə qaldığı. Amma sırayla baxsaq 78-də Osmanlı qələbə qazanır. 1578-də Ağsuçay sahilində Molla Həsənli döyüşündə biz deyirdik ki, məğlub edirlər onları. Hətta qüvvələri ilə bərabər onları məğlub edirlər və bəli, sıxışdırırlar. Amma deyir, onlara kömək gəldiyi üçün onlar da möhkəmlənə bilmirlər. Hətta mən sizə dedimi, Şirvanın azad edilməsi var. Şirvanın azad edilməsi Məhəmməd Xudabəndə ilə Şah Abbasın ortaq cəhət götürəcəksiniz. Sonra gəldik hansı mövzuya? Döyüşə, Niyazabad döyüşündə də yenə də Osmanlı Krım qüvvələri, bax yenə də uşaqlar, baxın Krım və Osmanlı qüvvələrinin məğlub edilməsi. Bu da Məhəmməd Xudabəndə ilə Şah Abbasın oxşar cəhət. Niyə? 1618-də indi gələcək Sınıq körpü döyüşü olur. Kimi məğlub edir o Səfəvilər? Krımla, Osmanlı'na. Yəni bu da oxşar götürəcəksiniz. Şirvanın azad edilməsinə oxşar cəhət götürəcəksiniz. 16-cı əsrin ikinci yarısında hakimiyyətdə olması, Osmanlılarla mübarizə aparılması oxşar götürəcəksiniz. Amma desək ki, Osmanlılarla müqavilə imzalanması yoxdur. Varmı Məhəmməd Xudabəndədə? Yoxdur. Sonra 1583-də yürüş edirlər. Hətta biz deyirdik ki, tuturlar Çuxursədi. Sonra 1585-ci ildə Sufyan döyüşü olur. Sufyan döyüşündə də Təbrizi tuturlar, Qeysəriyyə bazarını bəli yandırırlar. Onu demədik, Sultan Süleyman gələn zamanda 4-cü yürüşündə Naxçıvanın hansı ki biz deyirdik ki, bəli yandırmışlar. Qeysəriyyə bazarını da bu yandırırlar. Və həmin bu biz deyirdik ki, qoşun başçısı orada Həmzə Mirzə idi. Əslində Həmzə Mirzə bəy sülh danışıqlarına başlayır. Bəli, onların şərtləri nə olur? Bəli, öldürürlər deyə yarımçıq qalır əslində. Bəli, amma Osmanlı deyirdi ki, Təbriz məndə qalsın. Bəli. Deməli, baxın, Sufyan döyüşündə 1585-də olanda nə oldu? Biz məğlub olduq. 20 il sonra 1605-də Nemeci qalır. Amma onda Sufyan ətrafında döyüşün baş verməsi yenə də
Şah Abbasla Məhəmməd Xudabəndə üçün oxşar götürərsinizmi? Bəli. Bəli. Amma desə artıq qələbə Şah Abbas, Şah Abbas. məğlubiyyət Məhəmməd Xudabəndəyə götürəcəksiniz. Bir də bunun dövründə məsələn götürəcəksiniz, başının düzü belə düşməyəcək, amma şərq darvazaların tikintisi də bunun dövründə başlanılmışdı. Hansı ki sonradan davam edir, sonradan bitirir. 16-cı əsrin abidəsidir, elə o formada yadda saxlasaq kifayətdir. Məhəmməd Xudabəndə saray çevrilişi olur. Artıq saray çevrilişindən sonra biz deyirik ki, 87-ci ildə artıq Şah Abbas'a hakimiyyətə gəldilər. Hə, bu biraz genişdir Şah Abbas. Nə zaman gəlir hakimiyyətə? 87-dən ta ki 1629-a. Baxın, qəsri şirinə çoxu səhv salır. 1639 deyilmi qəsri şirin? Burada düşünür axı. 10 il qabaq bu getmişdi, nəvəsi gəlmişdi, nəvəsi də onun uğurlarını davam elətdirə bilməmişdi. Üz qarası. Gəldi Şah Abbas, saray çevrilişi nəticəsində hakimiyyətə gəldi. Bəs yaxşı deyin görüm mən, niyə məcburam ki, mən İstanbul sülh bağlayayım? Çünki vaxt qazanmaq istəyirdi ki, Ordusu da Səfəvilər yox idi, gücü, nizami ordusu yox idi. Bəli, ona görə bir də nələr ikidən keçməyə cəhbədən lazımdır. mübarizə aparmaq istəmirdən. Bəli. Ona görə İstanbul sülhünü bağlayır. İstanbul sülhünün biraz şərtləri ağır idi. Torpaqlarımızın böyük bir hissəsini itiririk. Bəli, Lənkəran, ümumiyyətlə əldə qalan ərazilər, Xafaq, bəli, Qəzvin, onlar qalır əlimizdə, qalan ərazilərin hamısı idi. Ona görə desə Səfəvlərin imzaladığı ilk ağır. Niyə? Amasya niyə ağır götürmürük? Bütöv Azərbaycan tərkibimizdə, Şərqi Gürcüstan tərkibimizdə qərbini itirmişik, bir də Ərəb-İraq daxil olmaqla Bağdat daxil olmaqla Ərəb-İraqı. Amma ağır şərtdə deyirsə artıq İstanbul. Və nə etmək lazımdır? Dövləti möhkəmləndirmək lazımdır. Hansı sahələrdə? Hər bir inzibati idarə etmədə bəli, islahatlar keçirilir. İslahatlar keçirilir. Sonra indi gəldik islahatların növünə. Burada hansı ki biz deyirik ilk hərbi. Hərbidə başlayanda nə edir? Bax bunu çoxu testdə çaşdırır. Bilirsiniz harda? Orduda. Testdə bilirsiniz, abituriyentlər necə çaşdırırlar? İdarə etmədə irsilik prinsipini ləğv edir. Yox, idarə etmədə olsaydı Şah Abbasdan sonra nəvəsi Şah Səfi, ondan sonra Şah II Abbasa sona qədər irsiyyət gedir idarə etmədə. İdarə etmə deyil bu. Hardadır? Orduda. Yəni əslində bu müsbət bir şeydir. Niyə? Tayfadan tayfa müxtəliflik olur. Qızılbaşlar tək başına silah gəzdirmək qadağan olur. Yeni qoşun növləri yaradır. Topçular, yadınıza salın, tüfəngçilər, qulamlar, hansı ki xristianlardan toplananlar. Bir də odlu silaha malik nizami ordu artıq Şah Abbasın dövründən yaradılır. Bir də məsələn deyirdi ki, kimlər ki tayfa başçısı vəzifəsini seçə bilərdi, o mənim rəğbətimi qazanmış. Yəni elə şəxslər olmalıdır ki, onlar artıq öz idarə etməsi güclü olsun. Elə o formada həqiqətən də ordusunu gücləndirir. Ordusu bunlar bir də nədə diqqətli olun? Nədən danışdıq? Hərbi sahə. Bir də nə var? Baxın, məsələn, bu artıq inzibati sahədir. Bayaq dedim ha, yeni bəylərbəyliyin yaradılması. Yeni bəylərbəyliyin yaradılmasını götürəcəksiniz kimlər üçün oxşaracaq? Şah Abbas, bir də bəli, Təhmasib, onlar üçün oxşar cəhət olaraq götürəcəksiniz. Təhmasibdə də Şirvan bəylərbəyliyi daxil 1538-də Şirvanşah dövləti ləğv edildiyindən sonra bəylərbəyliyi. Ərdəbil bəylərbəyliyindən baxın bir dənə. Bu ağır şərtli müqavilə əlimizdə hansı ərazilər qalıb? Onlardır. Məsələn, testdə sizi necə çaşdıra bilər? Mərkəzi Təbriz olan bəylərbəylik ola bilməz. Niyə? Təbriz kimdədir? Osmanlıda. Mərkəzi Ərdəbil olan bəylərbəyliyi yaradır. Başçısını Zülfüqar bəy Qaramanlını seçir. Sonra bayaq dedik, inzibati sahədə bir dənə yenə də paytaxt köçürməsi Təhmasiblə oxşar cəhət. Hara köçürdür? İsfahana. Əslində İsfahana köçürdən zaman müəyyən qədər narazılıq yaranmışdır. Fars meyilli bəli qüvvələr güclənir deyə. Onların Abbasabad adlı bəli məhəllə saldırır. Onları da gətirir orada. Yəni böyük bir miqdarda insanları gətirir, orada yerləşdirir. Sonra baxın bir dənə bir şey deyim. Bu qarşısında xarici siyasətində qoyduğu məqsədlər var idi. Hakimiyyətə gəlmişdi, dövlət də zəifləmişdi. Qarşısında xarici siyasətdə 3 dənə məqsədi var idi. Nələr? Xorasanı geri almaq, Portuqallardan Hörmüzü geri almaq. Bir də Osmanlıdan torpaqları. Bax, bir dənə bir şey biraz qaranlıqdır. Nə qaranlıqdır? Sırf Xudabəndənin dövründə, məsələn, Xorasanın itirilməsi məsələsi biraz düzgün deyil. Niyə? Baxın, bir dənə, məsələn, nə zaman hakimiyyətə gəlib? Bu 87. 86-89-da gəlirlər tutmağa. 3-cü Murad Azərbaycan torpaqlarında fürsətdən də istifadə edir Şeybanı Geyparanı tutur. Xorasanı. Xorasanın yəni əslində itirilməsi də əslində buna düşür. Bildiniz necə? Amma o biraz
ziddiyyətli məsələdir, ül vermir də. Artıq biz deyirdik ki, Xorasanı itirmişdi. Xorasanı Şirvanilərdən gəlir neçənci ildə düşürməyə. Hakimiyyəti 87. Bəli, 86-89 deyirdik. Onda hə. Yox, 89 düşür, 86. Xudabəndənin dövründə başlayır. Yürüşlər bəli, burada bitir. Artıq 1599-da ilk addımı nə olur? Xorasanı Şirvanilərdən geri alır. Deməli, bu Xorasan məsələsi necə oldu? 1510-cu ildə İsmail tutulur, 1586-89-cu ildə itirirlər, 1599-cu ildə geri alırlar. Xorasan məsələsi tamamlandı. Sonra Osmanlılara qarşı yandırılmış torpaq taktikasından istifadə etmişdi. Bunu da kimlə oxşar götürürük? Təhmasiblə də bəli, oxşar cəhət götürəcəksiniz. Sonra yenə də bunu da Şah İsmaillə oxşar cəhətdə Avropa ilə bəli əlaqələr saxlayır, Moskva çarlığına, Böyük Moğol dövləti ilə əlaqələr saxlayır ki, Osmanlıya qarşı özünə, bəli, Əkbər şahidi, özünə nəyə tapsın? Köməkdə, məsələn, Avropada bəli, müttəfiqlər tapsın. Baxın, ordunu gücləndirdi, köməyə də tapdı. Necə? Bir-bir yürüş edib torpaqların azad edilməsidir. Bununla da başlayır 1603-cü ildə artıq yeni 3-cü mərhələsi idi əslində. Başlayır mərhələ 3-cü mərhələyə, torpaqların əsas məqsədi nədir? Azad edilməsi. Onları da yadda necə saxlayırsınız? Məsələn, 1603-dür, 1604-dür, 1605-ci ildən sonradır, 7-ci illərdədir. Hansı ərazilər azad edilmişdir? 1603-də hansı ərazilər azad edilir? İlk daxil olan bəli, əraziləri azad edilir. Hətta Ordubadı neyir? Osmanlıya qarşı üsyanlarını bəli, vergilərdən azad edilməsi məsələsi var. 1603-də yenə də mühasirəyə alır haranı? Suxursət neçənci ildə itirilmişdi? Suxursət neçənci ildə itirilmişdi? 1583-də. Sufyana iştirak edir. Sufyandan qabaq itirilmişdi. Burada artıq nə edir? 1603-də mühasirəyə alır, 1604-də azad edilir. 1605-7-də də Qarabağda Şirvan, bayaq dedim ha, Şirvanın azad edilməsi Şah Abbasdan Xudabəndə üçün oxşar cəhət olaraq götürəcəksiniz. Həmin əraziləri azad edilir və artıq 1612-ci ildə biz deyirdik ki, 1612-ci ildə bütün Azərbaycan torpaqlarını və İraq, Azərbaycan torpaqlarını nə edir? Öz hakimiyyəti altında tamamilə birləşdirə bilir artıq onun dövründə onu götürəcək. Sonra Osmanlılarla hansı müqavilələr imzalanmışdır? Bax, bunu da uşaqlar. Təhmasibdə müqavilə var? Yoxdur. Var da. Təhmasibdə yoxdur. Amasya müqaviləsi ilə. Şah Abbasda varmı? Daha doğrusu İsmaildə varmı? Yox. Xudabəndə varmı? Yoxdur. Müharibə var ha, müqavilədən danışır. Yoxdur. Amma burada 1612-ci ildədir. 1618-ci ildə müqavilələr. Sonra burada 1618-ci ildə hətta biz deyəcəyik ki, Sınıq körpü döyüşü olur. Osmanlı və Krım qüvvələrini məğlubiyyətə uğradır. Ondan sonra Osmanlı dəyişikliyi olanda 2-ci Osman gələn zaman 2-ci Osmanla bəli, dostluq əlaqələri hansı ki biz deyirik ki, qurur. Sonra bayaq dedik. Sonra ikinci Sufyan döyüşü, bayaq 1580, bax, yadda çıxırsa 20 il hətta saxlayın. 1585-də məğlub olmuşlar, 1605-də hansı taktika istifadə edilir? Turan taktikası ilə qalib gəlirlər. Sonra gəlirlər 1600, bax, əslində 1600, bax, sual çıxa bilər. 12-də müqavilə imzalanmışdı. Yenə sonra niyə döyüşləri? Ölmüş çünki o 2-ci Osman. Yox, o ölmə buradadır. Sən dediyin o İraqa yürüş edir, o bunun fürsəti idi, hansı ki ölərlər. Orada Osmanlılar yeni yürüş edirlər, İraqan tərəfdən təhlükə yaradırlar. Aralarında mübarizə başlayır, sonra yenidən döyüş olur. Döyüş olan zaman artıq hansı ki yenidən 1616-da başlayır, 1618-də də Sınıq körpü olur, Osmanlıları məğlubiyyətə uğradır. 1618-də artıq Mərəndi müqaviləsini imzalayır. Sufyan döyüşünü bir də nəyə yadda saxlayın? 2-ci Sufyan döyüşünü. Bayaq qeyd etdiyim Turan taktikası. Məsələn, birincidə o ifadəni deyirik. Baxın uşaqlar, məqsədlərindən biri Xorasan idi. Aldı. Osmanlılardan torpaqların azad edilməsi varmı? Bir də hara qaldı bir dənə? Bəli. Hansı ki kim itirmişdi Hind okeanına çıxışı? Şah İsmail itirmişdi. Artıq bu biz deyirik ki, neyi yiyəcək? Geri alacaq. Özü kimlərin köməyi ilə? İngilisləri ilə. Bax, bayaqları deyirik də. Burada müqavilə yenə də deyirəm var. Bəli, Təhmasibdə də var. Ticari müqavilədir, bu siyasi müqavilədir. Amma müqavilədirmi? Müqavilədir. Sonra 2-ci Osmanla dostluq eləyirdi, düzdürmü? 2-ci Osmanın öldürülməsindən sonra, ölümündən sonra fürsət düşür bunun əlinə. Nəyin fürsəti? Yürüş edib, torpaqları neyiniyim? Azad edeyim, düzdürmü? Və başlayır torpaqlara artıq gedir, yürüş edir. Bağdaddır, Mosuldur, Kərbəla, Nəcəf, Əzəd edir. Və İraq yenidən. Ərəb İraqı qayıtdı mı? Qayıtdı. O zaman nə zaman itirilmişdi? Kim gələndə?
1534-də itirilir, sonra Amasya Süleyman'da qalır. Sultan Süleymanın ilk yürüşü də bəli geri qayıdan zaman itirmişdi. Amasya Ondan Süleyman'da sonra qalır orada. bəli, Amasya müqaviləsi ilə də qalmışdı Osmanlı tərkibində. Artıq oranı geri qayıtdı. Bir də həmişə deyirəm, məscid məsələsi, Cümə məscidi məsələsi. Biri də deyirdik ki, harda var? Gəncədə. Neçənci əsr? 17-ci əsrdədir. Cümə məscidləri harda var? Ərdəbildə var, Şamaxıda. 8-ci əsr. Sonra 13-cü əsrdə Memar Əcəmi. Memar Əcəmi sözündə eşitdiksə haradır? O da Naxçıvanda göstərəcək. Gəlin 17-ci əsri tamamlayaq, 18-ci əsrə dəyinmərik. Keçərik testlərimizə. Elə belə bir şey. Bəli. O qədər də inkişaf edəcək, zaman gələcək. Var da mənimə belə. Var. İndi nə yoxdur ki? Pul yoxdur. Allah problem deyil. Bu daha yaxşıdır. Gəldik Şah Səfiyyə. Ona görə deyirəm də, bunun illərini yadda saxlamaq. Bir şey çıxıb qabağımda, TikTokda idi deyəsən, mənim Instagramda bir riyaziyyat müəllimi də çıxıb, yeni çıxıb qabağınızda son zamanlarda belə çox belə şey deyən, kasıb müəllim çıxır orada. Ay hə, o müəllim kişi müəllim hə. Bax deyirəm. İnansa fikirləşəm görüm uşaqlarımı koyum onun yanına hazırsa da rus bölməsidir. Necə dəstək. Görürsən hansı rayonlarda Neyidir ki o? O qədər belə deyim, saf siması var ki, amma yaxşı da izah edir. Yaxşı da izah edir, geniş də izah edir. Bilir ki, yaxşı müəllim. Yaxşı müəllim. Amma niyə o vəziyyətdə? Mən inanıram ki, ona bu yaxınlarda kimsə desə, çox belə kasıb şəraitdə izah edir. Köhnə maillər olur, maillə yazılır. Onunla yazır lövhə. Ona da bu şərait həqiqətən. Ona görə şükür eləmək lazımdır. Şah Səfi 1629 həqiqətən çox savadlı müəllimdir. 1629-da gəlib 1642-ci ildə artıq nə deyirik? Hakimiyyətdən getmişdi. Baxın, Şah Abbasın nəvəsi idi və bu ifadəni yadda saxlayır ki, uğurlarını qoruyub saxlaya bilmir. Bir də Osmanlıda hakimiyyət dəyişikliyi. 3-cü Muraddımı? Xeyr. 4-cü Muraddır artıq. 4-cü Muradın qoşunları gəlir. 1635-də Xudabəndədə idi, bəli. Hansı ki, biz deyirik 4-cü Murad gəlir, 1635-də İrəvanı işğal edir. Bəs niyə qəsr işində belə bir cümlə var? İrəvan deyir ki, Səfəvilərə qaytarılmışdı. Deməli, nə zaman tutmuşdu? 1635-də 4-cü Murad tutmuşdu, bəli. Sonra gücdən gedib Şah Abbas Bağdada almamışdı mı? Bəli, gəlir neçənci ildə tuturlar təzdən, 1638-də tuturlar. Bəli, 1638-də tutduqdan sonra Qəsr-i-Şirin müqaviləsi imzalanan zaman artıq 1639-da deyir ki, Bağdad qalır Ərəb-İraq ilə yeni kimi tərkibində, Osmanlının tərkibində, Qəsr-i-Şirin, bəli, Amasya sülhünün şərtində və bununla da artıq biz deyirik ki, 100 ildən artıq davam edən müharibələr başa çatıb ta ki... Amma bu İrəvanın işğalı 18-ci 1583-də itirildi. Sonra 1604-də Şah Abbas alır, 1635-də yenə itirir. Bəli, 35-də itirilir, amma 1639-cu ildə Səfəvilərə geri qaytarılır. Bir də artıq biz deyirik ki, Qəsr-i-Şirin sülh müqaviləsi 18-ci əsrin uşaqlar birinci yarısına qədər yadda saxlayın. Hər hansı bir mübarizədən söhbət getmir. 18-ci əsrin birinci yarısına qədər dostluq əlaqələri, sakitçilik, hətta Şah 2-ci Abbasla Şah Süleymanın dövründə dəfələrlə onları Osmanlılara qarşı müharibəyə təhlük eləsələr də. Niyə ki? Deyirəm 18-ci əsrin birinci yarısına. Yadva düşmür, bəs Osmanlı ilə Rusiya, Azərbaycan uğrunda mübarizəyə, İslam mübarizəyə. Oradan artıq başlayır mübarizə. Oradan artıq mübarizəni götürəcəksiniz. Mən bunu yazmaq istəyirəm, bu şeyə. Nə? Qarşıma çıxır, bu İrəvanı. İrəvanı, hə. Ona istəyirsən yaz. Seymur, sən də yazın. 1583 İrəvan itirildi. Davam edəyimi? Gəldi Şah 2-ci Abbasa. Şah 2-ci Abbasla Şah Süleymanda Osmanlı ilə hər hansı müharibə olubmu? Xeyr, yəni Avropa təhlük eləsə də müharibə. Hətta Şah Süleymana indi gələndə deyəcəyik. Təşrif edirlər müqəddəs birliyə daxil olmağa, o da razı olmur. Şah 2-ci Abbas gəldi. Yenə də uşaqlar həmişə bir dənə testlərdə nədə diqqətli olun? Daxili və xarici siyasət məsələlərində diqqətli olun. Daxili siyasətlə nə edir? Rəiyyətlə sənətkarların xəzinəyə olan vergi borclarını ləğv edir. Hətta orada elə bir sistem qurur ki, yəni əhali gəlib ədalət divanına müraciət edir, məsələn, istəklərini, hər şeylərini ona bildirirlər. Sonra məsələn, necə Ağqoyunlu, Qaraqoyunluda biz deyirik ki, xristian əhalisinə müəyyən bir güzəştlər edilirdi, kilsə vergilərdən azad edilmişdi. Burada da Gürcü əyanları Səfəvi dövlətində mühüm vəzifələri icra edirdilər. Bir də erməni tacirləri ilə erməni kilsəsi şahdan böyük imtiyazlar almışdı. Məsələn, sual düşə bilər ki, tacirlər kimin dövründə
yüksək vəzifələr icra edirlər. Məhəmməd Xudabəndənin dövründə. Burada məsələn ki, Gürcü əyanları kimin dövründə mühüm vəzifələr? Şah II Abbasın dövründə. Sonra Rusiya ilə münaqişə baş vermişdi. Niyə? Ruslar Terek qalasında qalalar tikmişdi. Terek qalasının bəzi sərhədi boyunca qalalar tikmişdi. Yəni Səfəvilərə də bu vaxt təhlükə yaradır orada qala tikməyi. Onların arasında münaqişə başlayır 1653-də, əslində toqquşma da olur. Amma deyirik ki, dinc yolla 1662-ci ildə Rusların deyir o qədər bəli, yox idi. Bəli, hələ ki müharibəyə başlamaq istəmirdi. 1662-ci ildə İsfahana elçi göndərirlər. Ondan da İsfahan hərdəki 1736-ya qədər paytaxt gedir də. Orada artıq biz deyirik ki, aralarında münaqişə 1662-ci ildə yatılır və münaqişənin əsas nəticəsi. Səfəvi dövlətinin əsas nüfuzu harda möhkəmlənir? Şimali Qafqazda. Testlərdə bir çıxacaq qarşınıza. Diqqət bütün burada olsun. Şimali Qafqazın nüfuzu xeyli artır. Bir də artıq biz deyirik ki, Rus-Kazaq dəstələrini məğlub eləmişdi. Hətta öz bəylərbəyini də göndərir ora, gedirlər. Məsələn, orada Terek qalası boyunca nə qədər qalalar tikilmişdi, onun sökülməyinə belə nail olurlar. Məsələn, nəyə təşəbbüs göstərir Şah II Abbasda alınmır? Avropadan mətbəyə gətirilməsindən. Alınmama səbəbi də iki dənə idi. Bir, bundan sonra gələn Şah Süleyman biganə yanaşır. Bir də nə idi? Müəyyən qədər vəsait ayrılmırdı. Bəli, ona görə biz deyirik ki, təşəbbüs göstərdi də alınmamışdı. Bir də diqqət eləsəz 17-ci əsrin ikinci yarısında il olaraq verilib. Orada əslində verilən bütün məqbələlər müddətdir ki, hansı şahların hakimiyyət dövründədir. 1663-də sadəcə bunları qeyd eləmişəm ki, eləmişdik sizə mədəniyyət mövzusunda. Bəli, Kərəxanadır, bəli, Nardarandır. Hər ikisini 17-ci əsrin ikinci yarısı baxın, 1663 olduğuna görə bəli, onun dövrünə düşür ki, inşa edilmişdi. O da mədəni sahədə, mədəni tədbirlərdə idi. Gətirdik hakimiyyətə 1666-cı ildə kimi? Şah Süleyman. Şah Süleymanın dövründə də, baxın, yadda salın, Şah Hüseyni artıq deməyəcəm, Şah Hüseyni qoyun qalsın. Burada 17-ci əsrdə o biri keçəkdə deyəcəyim. Şah Süleyman da 1666-1694-cü ildə gəlmişdi. Baxın, Rusiya ilə ticarət müqaviləsinin imzalanması. Niyə? Biz deyirik ki, böyük İpək yolu öz əhəmiyyətini itirir deyə. Ümumiyyətlə, Avropa ilə ticarət əlaqələri zəifləyir deyə Səfəvilər kimlərlə artıq? Ruslarla, Moskva ilə bəli ticarət əlaqələrinə önəm verirlər. Bəli, 1667-də də müqavilə imzalanan zaman Rus tacirləri gümrük ticarət hüququ alır. Hətta sonra fərman imzalanan zaman Şah Süleyman deyir ki, hakimlərə, Rus tacirlərinə xüsusi ehtiram göstərir. Bunun əsas nəticəsi nə olur? Səfəvi ipəyini, bəli, Moskvaya bir də Avropaya bəli, o yoluna hansı ki biz deyirik, aparmaq hüququ orada qazanırlar. Bir də həmin vaxtda, məsələn, həmin o Volga ticarət yolu Rusiya üçün önəmli idi deyə, həmin oralar kimlərin yürüşünə məruz qalır? Don Kazaklarının, bəli, Stepan Razinin, bəli, yürüşlərinə 1668-ci il, məsələn, yad elli yürüşlərinə məruz qalması deməli şəxsi Süleyman da var. O dəqiqə Osmanlı Rus ağlımıza gəlməsindən, məsələn, Kazaklar da var, artıq deyirik. O da onu tutur, edam elətdirir, çünki öz ticari əlaqələrinə görə, öz mənafeyinə görə idi. Kazak millət olaraq kimdir? Bəli, orada millət olaraq götürməyə, onlar elə bil ki, Ruslara qarşı, Rusların tərkibinə çıxılıb mübarizə aparır, davalar çəkən xalqlar var deyə onlar idi. Məsələn, bu bilir Ruslara ziyan edir. Bir də ki, quldur dəstələri var idi, Stepan Razinin rəhbərliyinə. Ticari əlaqələr onlara zəifliyirdi deyə sərf eləmirdi. Sonra nə edirdi? Baxın, hətta deyir ki, Xəzər sahili ərazilər yaşayış Kazaklar tərəfindən qarət edilir, sonra onu tutur, elə Ruslar tərəfindən biz deyirik ki, edam elətdirir. Bir də Şah Süleymandır və ya dediyim Şah Abbasdır. Hətta Şah Süleyman'a Avropa dövlətləri deyir, gəl müqəddəs birliyə qoşulur. O da deyir ki, biz öz din qardaşlarımıza, yəni deyirik ki, qarşı qoşula bilmədik. Yəni bunlar rədd edirlər. Hətta bir dənə ifadə var ki, elçilər belə dəfələrlə göndərilsə, Şah II, baxın da özünüz elə, Şah II Abbasın Süleymanın dövründə varmı Osmanlıya qarşı hər hansı mübarizə? Yoxdur. Qalan ümumiyyətlə bu birislərdir. Şah Sultan Hüseyindir, Şah II Təbbasidir, Şah III Abbasdır. Bunlar qalsın. Bunları artıq digər dərslərdə onları müzakirə edərik. Səfəvi biraz ağır.